Hamıya salamlar əziz dostlar. Artıq növbəti videomuzda Antalyanın Kemer ilçəsindəyik və bir öncəki videoda demişdim ki, Kemerin bir neçə mahəlləsini gəzməyə düşünürəm, sizə təqdim eləməyə düşünürəm. Kemerdən keçən illərdə videolarımız var. Bir neçə dəfə Kemerin mərkəzindən video var, amma məhəllələrdən yoxdur. Demək, biz Kumlucadaydıq. Sonuncu videomu Kumlucadan çəkdim və Kumlucadan Kemerə tərəf gələndə ilk məhəllə Tekirovadır. Tekirova böyük otelləri ilə populyardır və mən hal-hazırda Tekirovanın mərkəzində durmuşam. Tam dekabrın yarısıdır, 16-sı. Ona görə əlbəttə ki, turistlər gözə dəymir, sakitçilikdir. Saat da 1. Yeməyin vaxtıdır. Burada ətrafda çoxlu mağazalar, restoranlar, kafelər var. Yəni ona görə biraz sakitçilik. Arxa tərəfdə Ziraat Bankın Kemer Tekirova şöbəsidir və bu tərəfdə Mustafa Kemal Atatürk'ün heykəli var. Bir əlində kitab, bir əlində də balaca qız uşağını əlindən tutaraq görüntülənir. Bəli, bura Tekirovanın mərkəzidir, əziz dostlar. Kemer öz-özlüyündə böyük bir ilçədir, 50 mindən çox nüfuzu var və bir təbiət möcüzəsidir bura, deyə bilərik. Baxın, arxada hündür dağlar, yol boyu bura endikcə meşəlinçi ilə bura enirik. Aşağı tərəfdə dənizdir və əlbəttə ki, turistik bir yer. Son 20 ildə çox sürətlə inkişaf edib, bütün dünyada tanınan bir yerə çevrilib Kemer. Qarşımda Mextəri Xoja mağazası. Buralar hər yer alış-veriş mərkəzləridir. İndi maşınla da hərəkət edərək Kemer Tekirovaya baxacağıq. Qarşıda, bunu da göstərim. Orada Kemer Belediyesi Tekirova mahallesinin binasıdır. Belə əziz dostlar, bura Kemer'in Tekirova mahallesinin mərkəz hissəsi. İndi də biraz maşınla dolaşarıq və burada nə var nə yox baxarıq. Orada dağın başında gözümə bir obyekt dəyir. Sanki nəsə var onun üstündə. Bəli, orada bir şey var. Amma o Olimposda ola bilər, bəli. Olimposa da oxşadıram. Olimpos dağının başına teleferiklə çıxırsan. Amma teleferik, bəli. O orada dəmirləri görürəm. Teleferik vasitəsilə bizim videomuz var. 2248 metr hündürlüyə qalxırıq və orada böyük bir ərazi var. İçində Shakespeare restoranı, oradan videomuz var. Olimpos teleferik Arzu Nasibov yazıb baxa bilərsiniz. Buradan tam aydın görsənir. İndi isə əziz dostlar, hələ dayandığımız ərazidən maşınla hərəkət edək və Kemer Tekirova mahallesini maşınla biraz izləyək, görək nə var nə yox. Yolları çox qəşəngdir. Sağ tərəf ancaq mağazalar, kafelər, yaşa obyektləri. İndi otellər olan tərəfə də yəqin ki, gedib çıxarıq. Yollar boşdur, sakitçilik. Maşın idarə eləmək rahatdır. Və sağ tərəfə getsək, Dallas restoran var.
Təsəvvür edin, burada yayda nə qədər insanlar, turistlər qaynayır, qarışır, çox maraqlı olur. Buradan sola doğru gedək, otellər olan bölgə Rai Premium Tekirova. İndi bəlkə də bizi izləyənlər çoxu öz qaldıqları otelləri görəcəklər, xatırlayacaqlar. Tekirova'da böyük maraqlı otellər var. Və fırlana gəldik. Sol tərəfində bir çay var, amma o çayın suyu quruyub demək olar ki, çox azdır. Və gəldik, çıxdıq sahilə. Kemer sahilə gəldik, çıxdıq. Heç kəs yoxdur. Bu hissədə Tekirovanın otoqarıdır, avtovağzal. Digər məhəllələrə falan avtobuslar buradan gedir. İndi isə daxil oluruq Hasan Yılmaz caddəsi. Körpünün üstündən keçdik və gedirik Hasan Yılmaz caddəsinə tərəf. Və burada artıq otellər gəlir. Güral Premium arxada qaldı. Disco X. Burada daha bir otel, Armas Kaplan Paradise oteli, yaxtır var. Kaplan Bazar. Milan Домашний tekstil. Dream Town Otel. Bəli dostlar, Tekirova'da, Kemer Tekirova'da maşınla dolaşırıq. Sakitçilikdir. Görək nə var, nə yox. Martı Mayra. Daha bir böyük otel. Sol tərəfində portakal bağçaları. Yaşıllıqlar arasında hərəkət eləmək də oradan da xoşladım ama. Burası ise Pirates Beach Club'ın ərazisidir. Geridə bırakırıq, böyük ərazisi var. Və gəlib çıxdıq ara Club Safir. Fansan Club Safir'in önünə gəldik, çıxdıq. Davam edirik. Bir-birinin ardınca burada böyük oteller bir-birini əvəz edir. İndi isə görək qarşımıza nə çıxacaq. Oho, Rixos Premium Tekirova'nın önünə gəldi əziz dostlar. Bura Rixos Premium Tekirova'dır. 2026 çox böyük ərazisi var. Arxa tərəfdə böyük akvapark filan, yəqin ki onlara aiddir. Bax belə. Biraz daha buradan içəriyə geçsək görək nə var. Bəli əziz dostlar, bura Rixos Premium Tekirova'nın ərazisidir. Arxadan daxil oldum bura. Qapı açıq idi. Baxın orada Rixos yazısını görə bilərsiniz. Bu da səhnədir animasiyalar üçün. Əziz dostlar, bu da Rixos'un ərazisidir. Buradan sizə görüntü təqdim edirəm. Hal-hazırda otel çalışır, insanlar var oteldə. Çox gözəl ərazisi var. Bu tərəfdə kotejlərdir. Qarşı tərəfdə böyük akvaparkdır.
çalışmır hal-hazırda yəqin ki. Çox qəşəng səliqəli bir ərazisi var. Pirates Park Resort Otel. Solda isə Marta Otel. Çox gözəldir. Meşənin içindədir demək olar ki. Baxın nə qəşəng evlərdir burada. Binaları qırmızı rəng. Nömrələr də buradadır. Çox qəşəngdir bu. Marta Otel. Çox böyükdür. Burada çox təmiz hava, dənizə sıfırdır. Yəni bu ərazilər çox möhtəşəmdir. Baxın. Bu hamısı sol tərəf Marta Otelin ərazisidir. Çox yeni otelə bənzəməsə də, amma ərazisi və görüntüsü yaxşıdır. Rixos Premium'da gördünüz. Tekirova bəlkə çoxunuz gəlmişsiniz ora. Ora möhtəşəm idi. Bu yol baxaq hara çıxır. Biz də videomuzu orada yekunlaşdırarıq inşallah. Gəlib sahilə çıxdıq yenidən. Burada Blue World Diving Center var. Və bir dənə dayı var. Kəmərdə dənizə açılan yol. Kəmər Tekirovada düz sahilə gəldik, çıxdıq dayı ilə bərabər. Əziz dostlar, burada gəlir çıxır birbaşa dənizə. Belə hörmətli dostlar, Kəmər Tekirovadan, Kəmər Tekirova mahəlləsindən olan videomu burada yekunlaşdırıram. Digər məhəllələrdə görüşənədək sağ olun, var olun.